Hər birinizə salam dəyərli izləyicilər. Bu gün sizlərlə Ərri Tədris Mərkəzinin keçirmiş olduğu mövzu sınağı 3 imtahanının sualların izahlarına baxırıq. Gəlin başlayaq birinci sualımızdan. Deyir, elsəvər ifadəsi Sezar şifrindən istifadə edilərək bu kimi şifrələndi. Əla. Hər bir simvolun neçə vahid sürüşdüyünü müəyyən edin. E sürüşüb olub Q. E neçə addım sürüşsə Q olar? 1, 2, 3, 4. 4 addım cavabım deməli oldu B variantı 4. Gəlin keçək ikinci sualımıza. Nə deyir? Deyir 256 vurulsun 512 ölçülü təsvir 1024 rəng çalarına malik palitri ilə rənglənmişdir. Bu təsvirin informasiya həcmi neçə kibaytdır? Piksellərin sayını verib də 2 üstü 8 vurulsun 2 üstü 9, yəni 2 üstü 17 dənə piksel. Hər biri də 1024 rəng çalarlı palitrada, yəni hər pikselin, hər rəngin 10 bit olduğu bir palitri ilə rənglənibsə, 2 üstü 17 dənə piksel, hər biri 10 bitdir. Ümumi həcmim 217 vurulsun 10 bitdir. Məndən 2 baytla soruşur deyə bunu 213-ə böləcəm, keçəcəm 2 bayta. Olacaq nə? 204 vurulsun 10 bit, 2 bu. Bu da olacaq 16 vurulsun 10, yəni 162 bayt. Cavab oldu C variantı ikinci sualımızda. Baxaq üçüncü sualımıza. 325 ədədinin dördlük say sistemindəki yazılışında iştirak edən rəqəmlərinin sayı bu ədədin 16 say sistemindəki yazılışında iştirak edən rəqəmlərin sayından neçə vahid çoxdur? Gəlin 2-nin qüvvəti şəklində göstərək. Həm 4-lüyə, həm 16-ğa keçmək bizim üçün rahat olsun. 325-i yazacağam 2 üstü 8, 256 plus. 325-dən 256-nı çıxardanda qalır 69. Bu içindən 2 üstü 6-nı 64-ü çıxardıram, qalır 5. 5-in də içindən 2 üstü 2-ni çıxardıram, qalır 1. Bir də özü 2 üstü 0. Baxın, bu ədədi göstərdim mən 2-nin qüvvətlərini cəmi şəklində. İndi 16-lığa da keçəcəm, 4-lüyə də keçəcəm. Birinci gəlin keçək 4-lük say sisteminə. 4-lük say sisteminə keçə bilmək üçün 4-ün qüvvətləri şəklində göstərəcəm. 2 üstü 8-i yazacağam 2 üstü 4 vurulsun 2 kimi, olacaq 4 üstü 4. 2 üstü 6 olacaq 4 üstü 3. 2 üstü 2 elə 4-dür. 4 üstü 1-dir yəni. 2 üstü 0 da 1-dir, yəni bir dənə 4 üstü 0 deməkdir. Bir dənə 4 üstü 0. Bunu indi 4-lük say sistemində ifadə edəndə 4 üstü 4 qüvvətindən var bir dənə, 4 üstü 3 qüvvətindən var bir dənə, 4 üstü 2 qüvvətindən yoxdur, 4 üstü 1 qüvvətindən var bir dənə, 4 üstü 0 qüvvətindən var bir dənə. Oldu bu 4-lük say sistemində. Gəlin 16-lığa da keçək. Yenə 16-nın qüvvətlərini cəmi şəklində göstərəcəm. 16 üstü 2 plus 2 üstü 6-nı yazacam nə? 6-dan 4 vurğunu çıxarda bilmirəm deyə 2 üstü 6-nı yazacam ki 2 üstü 2 vurulsun 2 üstü 4 kimi, yəni 4 vurulsun 16 kimi. 4 vurulsun 16 üstü 1. 2 üstü 2 4'dür, bu da 2 üstü 0 1 toplanır 5, yəni 5 dənə 16 üstü 0. Onlar ikisi bir yerdə olmuş olur. Bu da 16-lıq say sistemində 16 üstü 2 qüvvətindən var bir dənə, 16 üstü 1 qüvvətindən var 4 dənə, 16 üstü 0 qüvvətindən var 5 dənə. Oldu 1, 4, 5 16-lıq say sistemində. İndi nə deyirdi? 4-lük say sistemindəki yazılışında iştirak edən rəqəmlərinin sayı 1, 2, 3, 4, 5. Aha. 16 say sistemində yazılışında iştirak edən rəqəmlərin sayından neçə vahid çoxdur? 2 vahid çoxdur. Gəlin davam edək 4-cü sualımızdan. Deyir, alqoritm fraqmentinin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən edin. Deməli, x olur nə? X 15 minus 7, 15 minus 7 oldu 8, ondan da 1 çıxdı, oldu 7. Əla. Sonra 2x bərabərdirmi 14-ə? 2-dən 7 14-ə bərabərdir. Hə, bu tərəfə gedmir, gedir hə istiqamətinə. 7 plus 6 oldu neçə? 13. 13 plus y, yəni 7, bu da oldu 20. Cavabım oldu Y variantı 4-cü sualımızda. Cavab 20. Keçək. Baxaq 5-ci sualımıza. Qraf və bu qrafın qonşuluq matrisinə əsasən B təpəsinin nömrəsini müəyyən edin. Təpələrin matrisdə nömrələnmə ardıcıllığı bu təpələrin qrafda adlandırılma ardıcıllığı ilə eynilik təşkil etmir. Aha. Gəlin birinci hansı təpənin, bizə B təpəsini soruşur. Aha. Hansı təpənin neçə nömrəli təpə olduğunu tapaq. Bunun üçün nə edə bilərik?
Burada məsələn sürətli formada bunun 1, 2, 3 tilli təpə olduğunu, bunun 3 tilli olduğunu, bunun 3 tilli olduğunu, sonra bunun 3 tilli olduğunu, bu 4 tillidir, bu 2 tillidir, bu da 2 tillidir. Burada qeyd edirəm, rahat olsun deyə. İndi qrafa baxanda görürəm ki, 4 dənə qonşusu olan təpə D təpəsidir. Yeganə daha doğrusu D təpəsidir ki, 4 dənə qonşusu var. Burada da bir dənə 4, 5 nömrəli təpədədir. Deməli D təpəsi 5 nömrəli təpədir. Yazıram 5. Əla. Baxın, D təpəsini tapdım. Sonra nəyi tapa bilərəm? İndi fikir verin, D təpə 2 dənə 2 tilli təpə var. 2 dənə 2 tilli. Biri C-dir, biri Y-dir. Y D ilə qonşudur. Deməli D ilə qonşu olan 2 tilli ya 6-dır ya 7-dir. Görüm hansıdır? 7 qonşudur D ilə. Deməli 7 Y-dir. Hardan bildim? Çünki 2 tillilərdən Y D ilə qonşudur. Deməli 7 Y-dirsə, avtomatik C-də 6 olmuş olur. Çünki digər 2 tilli də C-dir. Əla. Tapdım, bunları tapdım. Davam edirəm indi. Hardan davam edə bilərəm? Baxın, C ilə D ilə qonşu olan, C və D ilə qonşu olan 3 tilli F-dir. C və D ilə eyni zamanda qonşu olan 3 tilli. 3 tillilərə baxıram. C ilə D ilə eyni zamanda qonşu olan 1 var. 1 deməli nədir? F-dir. 1-ə yazdım F. Sonra F də tapdım. İndi Y, F, G ilə qonşu olan 3 tilli, daha doğrusu Y, G ilə qonşu olan və 1 hansı ilansa qonşudur. Bu da B təpəsidir. İndi mən Y ilə G-ni bilirəm. Y 7-dir, G də 6-dır. 6 ilə 7 ilə qonşu olan, yeganə eyni zamanda qonşu olan, eyni zamanda əslində sözünə ehtiyac yoxdur burada. 6 ilə 7 ilə qonşu olan 4 var. Deməli 4 təpəsi A-dır. 4 təpəsi bir dənə ilə qonşudur. 2 təpəsi ilə, yəni B ilə. 2 təpəsi deməli B-dir. Məndən də deyəsən B-ni soruşurdu. Heç davam eləməyə ehtiyac yoxdur. Cavabım oldu 2. 5-ci sualda C variantı. Bu formada. Keçək növbəti sualımıza 6-ya. İkilik say sisteminin təsvirində olan sıfırların sayını müəyyən edin. Gəlin keçək hamısını ikilik say sisteminə cəmləyək. 2C 16-lıqdadır. 16-lıq say sisteminə bunu ikilik say sisteminə çevirəndə 2 olacaq 0, 0, 1, 0. Sıfırlar təsirsizdir deyə sol tərəfdən gedəcək. C neçədir? 12-dir. Yəni 1, 1, 0, 0-dır. Bu oldu birinci. Alt-balat cəmləyəcəm deyə alt-balat yazacağım. Digəri, alt-balat yazmayım, yan-yana yazım, sonra alt-balat cəmləyək. Digəri üçlük say sistemindədir. Üçlük say sisteminə birbaşa ikiliyə keçə bilmirəm deyə. Onluğa keçəcəm. 0, 1, 2 yazdım üstünə. 2 dənə 3 üstü 2, yəni 18. 2 dənə 3 plus 6 plus 1. Bu da neçə oldu? 24, 25. 25-i də onluq say sistemindən ikilik say sisteminə keçmək istəsəm, 2 üstü 4. Yəni 16-nı çıxartdım, 9 qaldı. O da 2 üstü 3-dür. Çıxartdım, qaldı 2 üstü 0. Nə olacaq? 1, 1, 2 üstü 2 qüvvətindən yoxdur, 1 qüvvətindən yoxdur, 2 üstü 0 qüvvətindən var. 1, 1, 0, 0, 1. 1, 0, 0, 1. Əla. Dedim, alt-balat yazmayacağım, yeni də yazdım. Yəni bölünə yazdım, sonra alt-balat yazarım. Normal görsənsin. Deməli, 1, 1, 0, 0, 1. Oldu ikilik say sistemində. 8-likdən ikiliyə də rahat keçə bilirik. 1 nədir? 0, 0, 1-dir. Təsirsiz sıfıra gedəcək, eləzi qalacaq 1. Bu 1 nədir? 0, 0, 1. 0 nədir? 3 dənə 0. Oldu, bu da ikilik say sistemində. İndi bunları cəmləmək istəsəm, alt-balat cəmləyirəm. Ən uzunu ən sağdakıdır, onu birinci yazım. Sonra bunu yazıram. 0, 0, 1, 1, 0, 1. Sonra da bunu yazıram. 1, 0, 0, 1, 1. Cəmləyəndə bu hissədə yalnız 1 var, 0, cəmlədim 1, 3 dənə 1 olur 3. İkilik say sistemində 3 yoxdur. 2-yə böldüm, qalıq 1, yadda 1. 0, 1, yadda 1, 2. İkilik say sistemində 2 yoxdur. 0 yazdım, bir yadda eynən 0 yazdım, bir yadda eynən 0 yazdım, bir yadda da düşdü bura. Oldu ikilik say sistemində 1, 2, 3, 4 dənə 0 olmuş oldu. 6-cı sualda cavabım oldu C variantı. Müəyyən əlifba ilə kodlaşdırılmış 15 simvolda ibarət olan ifadə 120 bit informasiya həcminə sahibdir. Deməli 15 simvoldur, hər biri x bitdir, olub 120 bit. X bərabərdir 120 bit
bölünsün 15-ə. 3-ə gələn ixtisar var, rahat 40 bölünsün 5, o da olacaq 8. Deməli, x bərabərdir 8 bitə. Əla. Bu əlifbada ən çoxu neçə simvoldan ibarət ola bilər? 8 bitdə maksimum 256 dənə müxtəlif simvol kodlaşdıra bilərik. 7-ci sualda cavabım oldu D variantı. Proqramın nəticəsini müəyyən edin. Import məhz deməli kökdə 14 plus 2 16, bundan 4.0 çıxır. Əla. Sonra B minus A 14, daha doğrusu B neçədir? 4-dür. 4-dən 14-ü çıxanda -10 oldu müsbət 10. A oldu müsbət 10. 2A yəni 20 plus 8 28 üstü 2-də 1. Yəni bu da elə yazmayayım. 28 üstü 2-də 1 oldu kökdə 28. Plus B. Yəni plus 4. 28 5 tam neçə kimi çıxır? Onun da üstünə 4 gələm olur 9 tam tutaq ki onda 2. Əla. Sonra nə edir? 9 tam onda 2 3 fərqi yoxdur. Axırda intə çevrilir, görürük. Ona görə diqqətlə hesablaya da bilmirik. Baxıram. B neçədir? 4.0. Üstünə gəlir C-ni, yəni 9.2-ni. Cəmləyəndə eləyir 13.2. Bu da tam hissəsi neçədir? 13. Yəni bu kökdən tam çıxıb çıxmadığı bizə maraqlı deyil. Bizə onun tam hissələri maraqlı oldu. 8-ci sualda cavabım oldu A variantı. İcra edilərkən 10 daxil edilərsə, ekranda nə əks olunacaq? Fikir verin, sadəcə inputdur deyə 10 string formasında 10-dur. Buna diqqət eləmək lazımdır bu sualda. İndi B13-dür. 2A stringi 2-yə vuranda olur 10-10. Yanaşı 10. Bərabərdirmi 20-yə? Qətiyyən. Stringlə ədəd tipi bir-birinə bərabər ola bilməz. Else-yə düşdü. B fərqlidirmi int A? Yəni 10 plus 3-dən 13-dən. Yox, fərqli deyil. Ekranı else. A çıxdı. Cavabım oldu A variantı. Cavabım oldu A variantı. Keçək 10-cu suala. Nədir? Proqramın nəticəsini müəyyən edin. Baxaq. Demək, 25-in -18-ə bölünməsindən alınan qalıq. 25-in -18-ə bölünməsindən alınan qalığı necə taparıq? 25-dən çıxaram. 25-in -18-ə bölünməsindən alınan tam hissə qədər -18. Bu da eləyir neçə? 25-in belə burada var. 25-in -18-ə böləndə eləyir -1 tam neçə? Onun da tam hissəsi -2-dir. -2. Bunlar vurulanda olacaq müsbət 36. 25-dən çıxmış olacam 36-nı. Bu da mənə neçə verəcək? -11. -11. Bunun nəticəsi deməli oldu -11. -11 ilə -2-yi cəmlədim, -13. C oldu -13. C kiçikdirmi 0-dan? Bəli. İfə girdi. Deməli, LC-yə girməyəcək. Tez gəlim LC-nin üstündən belə xətt çəkim ki, bilim ki, ora girmədi. Gəlin nə edir? B-yə mənimsədir A plus B-ni. Yəni 25-dən çıxır 18. 25-dən -18-i cəmləyir. Bu da neçə olur? 7. 7. Sonra nə edir? A plus C 25 plus -13. Bu eləyir 12. 12. Bərabərdir, böyüdürmü 7-dən? Hə, böyüdür. Deməli, bunlara girməyəcək. C-yə mənimsətdi C plus B-ni. C neçə idi? -13. -13 plus 7-ni. Bu oldu -6. Qaldı -6. İndi düşdüm aşağı. C -6 plus A. A-nın qiyməti dəyişməyib deyə 25. Plus B. B-nin də qiyməti axırıncı zərfə burada 7 olub. Plus 7. Oldu neçə? 26. Sonra da 26-nı çıxışa verdi. Cavabım oldu nə? D variantı 10-cu sualımız üçün. Keçək 11-ci sualımıza. Hər birinin həcmi 667.3 KB olan 3 səs faylının, hər birinin həcmi 2238.2 KB olan 2 video faylı, hər birinin həcmi 37 KB olan 4 mətn faylını kompüterin yaddaşında saxlamaq üçün ümumilikdə neçə klaster lazımdır? Gəlin tapaq. Birinci 667.3 KB olan 3 səs faylı üçün görək neçə klaster lazımdır.
667-ni saxlamaq, tamamda 3-ü saxlamaq üçün neçə klaster lazım olduğunu tapmaq üçün bunu 8-ə bölürəm. Görüm neçə dənə 8 lazım olacaq mənə. Deməli 6-nın içində 8 yoxdur. 66-nın içində 8 dənə 64. Qaldı 2. 2-nin içində yoxdur. 7-ni düşürtdüm bura. Bunun içində də 3 dənədir. 24. 3. Deməli 84 dənə olsa, 83 dənəsi bəs eləmir də. 83 tam neçə edir? Deməli 84 dənə klaster lazımdır ki, mən bir dənə 667,3-ü saxlayım. 3 dənə səs faylı deyə 3 dənə 84 daha doğrusu 3-ü vuram 84-ə. Yəni 3 vurursan 84 dənə klaster lazım olacaq mənim üçün səs faylları üçün. İndi tapıram digərin. 2 dənə video faylı var. Görün bir dənə video faylı üçün neçə dənə klaster lazımdır. Yenə böləcəm 8-ə. 22-nin içində, 2-nin içində yoxdur. 22-nin içində var 2 dənə. 16 çıxartdım. 4, o da 2, 6. 6-nın içində yoxdur, amma 63-ün içində var. 63-ün içində olacaq 7 dənə. Buradan da 56-nı çıxartdım. Deməli 4, o da 7. 7-nin içində yoxdur, amma 78-in içində var. Deməli 78-in içində də neçə dənədir? 9 dənə. 9 dənə, bu da eləyir 72. 6.2. Bu da 279 tam neçə eləyir? Deməli 280 dənə klaster lazımdır. 280 dənə klaster lazımdır bir dənəsi üçün. Bizdə də əlimizdə 2 dənə video var deyə 280 vurulsun 2. Qaldı 37 KB olan 4 mətn faylı üçün. 37 üçün rahatlıqla görünür ki, 5 dənə klaster ola ki, 37 onun içinə sıxsın. 4 dənəsinə sığmır, çünki 4 dənəsi 32 eləyir, 5 dənəsi 40, onun içinə sığacaq. 5 dənə klaster lazımdır. Neçə dənədir bu mətn faylından? 4 dənə. Ümumi klaster sayımı gəlin tapaq. Deməli 84 vurulsun 3. Bu eləyəcək 240, o da 12, 252. 252 plus 280 vurulsun 2. Bu eləyəcək 400, 560. Bu da 20. Edir nə? Deməli 500, 700, 812, 812 plus 20, o da eləyir 832 dənə klaster. Cavabım olacaq Y variantı 11-ci sual üçün. Baxaq 12-ci sualımıza. Alqoritm fraqmentinin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən edin. A plus B 10, 10 minus 2 oldu 8. 8 plus 2-dən B, 8 plus 8, 16, A oldu 16. 16 plus neçədir B? B 4-dür. 16 plus 4, 20 plus 3, 23. B dəyişənin qiyməti oldu 23, 12-ci sualımız üçün. Baxaq 13-cü sualımıza. 6-nın 4-ə bölünməsində alınan qalıq 2-dir. 0 oldu 2. String n. String 6-nı 2-yə vuranda olur burada 2 dənə 6. Burası string. Sonra int 6 üstü 0,5 kökdə 6 deməkdir bu. Kökdə 6-da 2 tam neçə çıxır? Tutaq ki 2,2. Sonra aya təzədən özünün int formasını mənimsədir. Yəni bu səfər olur A2. Nə çıxardır ekrana? L0 yəni 2. Dəyərlər də eyni bir printin içində separate işləyir. Bir dənə də 2 separate'ə görə çıxır. Sonra int k, k neçədir? 66 plus a. A neçədir? 2. Olur 68. 68 çıxır. Və printin içindəki dəyərlər yekunlaşdı. Separate bir dənə bura dəyər qoydu bunun arasına. Axırda da n-də görə bir dənə 3 çıxır. Nə olur? 2, 2, 6, 8, 3. 2, 2, 6, 8, 3. Cavabım oldu A variantı 13-cü sualımızda. Keçək 14-cü sualımıza. Hər hansı bir alt qovluqda saxi.docx faylı saxlanılmışdır. Həmin fayl seçilərək Ctrl-X klavişlər kombinasiyası icra olunub. Daha sonra bu qovluqda yeni bir alt qovluq yaradılıb. Yeni yaradılmış bu alt qovluğa keçid edərək Ctrl-V klavişlər kombinasiyası icra olunduqdan sonra faylın tam adı belə olub. Yer dəyişməyə qədər faylın tam yolu necə idi? İndi
alt qovluq yaradıb. Deməli əvvəl subsda olub ki, subsın içində bir dənə alt qovluq yaradıb info. Onun içinə subsdan Ctrl X eləyib infoya keçib Ctrl V eləyib. Deməli əvvəl infosuz versiyası imiş. Yəni C text subs elə cavab oldu A variantı. Bizim neçənci sualımız idi? 14-cü sualımızda. Aha. Baxaq 15-ci sualımıza. Daxili və xarici yaddaş qurğularına əsasən uyğunluğu müəyyən edin. Gəlin baxaq. Daxili yaddaş qurğularımızdan gördük burada ROM, Read Only Memory, hard disk bizim xarici yaddaş qurğumuzdur. Daxili yaddaş qurğumuzca cache getdi, bir də RAM getdi. SSD də yenə xarici yaddaş qurğumuzdur. 1-ə getdi ASD, 2-yə B-yə. Cavabım oldu D variantı, yəni 15-ci sualda cavab D. Baxaq 16-cı sualımıza. Gəlin bunu Word-də ataq, həll edək ki, yerimiz biraz çox olsun. 16-cı sualımız. Deməli nə deyir? Səxavət, Anar, Tural, Elvin və Elsəvər adlı 5 dost. Balıqçı, saatçı, sürücü, bənna, rəssam peşələrinin sahibidir və onlar Hacqabul, Bakı, Şirvan, Quba və Xaçmaz şəhərlərində öz peşələrinə uyğun çalışırlar. Neçə dostdur? Deməli 2, 2, 4, 5. Belə bir cədvəl çəkəcəm. Deməli, çəkəcəm 11-in 6-ya bir cədvəl. Baş hərflərini yazıram. Səxavət, Anar, Tural, Elvin, El. Burada El'i yazdım, Elsəvər. Deməli, hansı peşələrin sahibidirlər? Balıqçı, sonra saatsaz, sürücü, ünü balaca. Niyə bu? Böyük balaca, nəsə. Sürücü, bənna, bir də rəssam, R. Yəni, hamısı böyük, nəsə qalsın belə, eybisi yoxdur. Sonra Hacqabul, Bakı, Şirvan, Quba, Xaçmaz şəhərlərində çalışırlar. Bunu bir dənə Ctrl X edeyim, biraz aşağı yapışdırım. Əla. Nə deyir indi? Səxavətin əvvəlki peşəsi saatsaz olsa da, o hazırda Hacqabul şəhərində balıqçı işləyir. Deməli, Səxavət Hacqabul şəhərində balıqçı işləyir. Əla. Deməli, Səxavət balıqçı başqa heç kim işləyə bilməz. Səxavət də başqa heç nə işləyə bilməz. Səxavət Hacqabula başqa heç kim yaşaya bilməz. Səxavət də başqa heç yerdə yaşaya bilməz. Minuslarımı qoydum. Elsəvər Səxavətin köhnə peşəsinə yiyələnib, yəni əvvəlki peşəsi saatsaz idi. Elsəvər olub saatsaz. Yəqin ki, bu idi saatsaz. Aha. Və nə deyir? Və o Bakı şəhərində işləmir. Və Bakıda işləmir. Bakıya bir dənə minus. Anar bənnadır, tez bənnaya plus qoyuram, minus. Və o nə Quba, nə də Xaçmaz şəhərlərində işləyir. Quba və Xaçmazda işləmir. Əla. Elsəvər Şirvan şəhərində işləmir. Elsəvər Şirvanda işləmir. Elsəvər deyilmiş, daha doğrusu Elvin imiş. Qarışdırdım. Elvin. Elvin Şirvan şəhərində işləmir. Elvinə, Şirvana minus qoydum. Rəssam olan şəxs Bakı şəhərində işləyir. Rəssam olan şəxs Bakı şəhərində işləyirsə, deməli, hələ ki, buradan Elvin rəssam deyil. Gəlin bunu minus yağ. Elvin avtomatik sürücü olur. Minuslarımı qoydum. Rəssam kim olur? Tural. Allah, rəssam Tural. İndi nə deyir? Deyir ki, rəssam olan şəxs Bakı şəhərində işləyir. Deməli, Tural Bakıda işləyir. Minuslarımı qoysam, avtomatik nə çıxmış olur? Heç nə. Bizdən nəsə olur? Tural hansı şəhərdə, hansı peşədə çalışır? Tural Bakı şəhərində rəssam. Bakı şəhərində rəssam. Cavabım olacaq C variantı. Qaydaq burada da işarə eləyək. 16-cı sualda cavabım olacaq C variantı. Bunu da baxmaq istəyənlər üçün biraz belə saxlayaq. Belə. Gəlin davam eləyək. 17-ci sualımızdan. Qovluqdakı faillər və onların həcmləri cədvəldə göstərilmişdir. Qovluqdakı səs faillərin həcmi ümumi qovluğun həcminin neçə faizini təşkil edir?
Deməli, səs faylları hansılardır? MP3 və MIDI faylını gördüm burada. Gəlin qovluğun ümumi həcmini tapaq. Deməli, 512 KB, bu da 1,5 MB. Bu 0,5 MB-dır. Bunları cəmləyəndə ikisi bir yerdə olacaq 2 MB. 2 MB. Gəlin elə yazaq 2048 KB kimi. Əla. Sonra davam edirəm. Bunları cəmlədik. 128, 768, bu da 125. 125 megabaytı gəlin çevirək 2 bayta. 125 8-də 1-dir. 8-də 1 megabaytı 2 bayta çevirəndə 200 sona vuracam. Eləyəcək 2/7 KB, yəni 128 KB. Əla. 128, 128, 256. Bu da 768. Cəmləyəndə eləyəcək neçə? 1024. 1024 küb. Yəni opsi qovluğun həcmi oldu 3 megabayt və yaxud 3072 küb formasında da qeyd eləyə bilərik. İndi gəlin səs fayllarının həcmini tapaq. Səs faylları hansılar idi? MIDI ilə Elvin MP3 idi. Yəni gəlin bunda belə eləyək də. 1,5 MB 512 KB plus 256 KB kimi yazıram. 768 də 512. Daha doğrusu mən bunu 512 plus bir dəqiqə diqqətli olaq. Deməli 1,5 MB yazıram 1024 plus 512 kimi. 24 KB plus 512 KB. 768-i yazıram 512 KB plus neçə eləyir? 256 KB, düzü. 256 KB. İndi baxın. Biraz yaxınlaşdıraq. Burada 512, 512, bu oldu 2, yəni 2048 plus 256 KB. Bu da eləyir neçə? 2300-dən baxaq. 2200 oldu. Cəmləndi 90. 2304 KB. Ümid edirəm heç bir hesab xətası eləmərik. Əla. Bir daha təzədən baxdıq. Düppədüz. İndi nə deyirdi bizə? Bu bunun neçə faizidir? Yəni bir dənə rəngi də dəyişək. Demək istəyir ki, 2304 KB 3072 KB-nın neçə faizidir? Əslində rahat baxıb cavab çıxara bilərik. Niyə? Çünki rahat görsənir ki, yarısından çoxdur, yarısından çoxdur. Yəni C variantın, A variantın, Y variantın ata bilərik. 100 çox özündən çox deyil, yəni 133 ola bilməz. Deməli 75% qaldı. Cavabım olacaq D variantı. Və yaxud 3072-ni vurub x-a bölüb 100-ə bərabər eləyərəm 2304 kübüyə. Buradan da ixtisarlarıma aparaq, x-i tapa bilərəm 75. 17-ci sualda cavabım olacaq D variantı. Baxaq 18-ci sualımıza. Proqramın icrasından sonra 66 qiymətinin çap olunması üçün, bu 66 olması üçün A dəyişənin girişə verilə biləcək qiymətini müəyyən edin. Gəlin belə eləyək. Bu səfər fərqli bir üsulla izah eləyək. A-nın girişə verilmiş qiyməti oldu x. B oldu nə? X plus 2. A oldu nə? X plus 2 plus x. Alt x da düzü 2x plus 2. B-nin yeni qiyməti nə oldu nə? 2x plus 2 plus x plus 2 oldu 3x plus 4. A-nın yeni qiyməti oldu nə? 3x plus 4, 3x plus 4 plus A nə idi? 2x plus 2. Bu da oldu nə ümumilikdə? 5x plus 6 bərabərdir 66-ya. 5x bərabərdir 60-a. X də bərabərdir 12-yə. Cavabım olacaq D variantı 18-ci sual üçün. Baxaq 19-cu sualımıza. Çəki matrisinə əsasən A və F təpələri arasında ən qısa yolu müəyyən edin. Deməli, A təpəsindən başladıq. A təpəsində hansı təpələr yol var? B, C, D-yə. B-yə, C-yə, bir də D-yə. Deməli, 8, 6, 7.
Sonra B təpərisindən A-ya var, C-lə var Y-yə, C-yə. İndi C-yə getmək mənasızdır. Çünki A-dan birbaşa C-yə gedə bilirəm. Bir də niyə B-yə gedim 8-lə C-yə gedim? Ona görə C-yə getmədim. Bir də getdim Y-yə. Oldu 4. Əla. Sonra Y təpəsindən, yəni Y təpəsindən davam eləyək ya da. Y təpəsindən B-yə qayıtmağa ehtiyac yoxdur. C-yə getmək yenə mənasız olar. Y təpəsindən bir də F-ə gedə bilərəm. O da oldu neçə? 5. C-yə niyə getmədim Y-dən? Çünki 6 ilə gedə bilirəm. Niyə 8, 4, bir də burada 3? Ehtiyac yoxdur axı. F-ə gəldim, çıxdım. Oldu neçə? 9 plus 7, bu da oldu neçə? 17. 17 ilə çıxdım. Əla. A-dan C-yə gəlib, C-dən A-ya, B-yə gedə bilərəm. B-yə getdim. Yəni A-dan C-yə gəlim, C-dən B-yə gedim, eləyəcək 8, düzdür? 8-in onun birbaşa getmişdi. Daha ehtiyac yoxdur. Ona görə B-yə də getmədim, C-dən. Y-dən F-ə gedə bilərəm. Y-yə getdim 3, F-ə getdim, getdi. 6, 7, 13, düzdür? 13 daha qısadır, bunu atdım. Y təpəsinə haralar gedə bilərəm? B-yə, C-yə ehtiyac yoxdur. Bir dənə F-ə gedə bilərəm. F-ə getdim. Oldu neçə? Y-dən F-ə 5. Bu neçə oldu? 6, 3, 9. Bu da 5, 14. 13 var idi. Daha qısa ehtiyac yoxdur. Sonra A-dan D-yə getmişdim. D-dən də birbaşa F-ə gedə bilərəm. Bu da 9, eləyəcək 16. 13 daha qısadır. Deməli, ən qısa yolumuz neçə imiş? 13 imiş. Çünki hər bir təpə bitirdim. Daha başqa yer yoxdur. Cavabım oldu 19-cu sualda C variantı. Baxaq 20-ci sualımıza. Verilənlər bazasının yaradılması və onunla işləmək üçün nəzərdə tutulmuş proqramlara aiddir. Burada cavabımız olacaq Oracle və Access, yəni D variantı. Gəlin keçək 21-ci sualımıza. Proqramın nəticəsini müəyyən edin. A-nın 2-yə bölünməsində alınan qalıq 0-dırmı? Hə. B-nin 2-yə bölünməsində alınan tam hissə 5-dən böyükdürmü? 13-ün 2-yə bölünməsində alınan tam hissə, bəli, 5-dən böyükdür. 6 tam neçə edir? Onda çıxışa verilənə A-nın 3-ə bölünməsində alınan tam hissəni, yəni 2-ni. Cavabım olur B variantı 21-ci sualımızda. Baxırıq 22-ci sualımıza. Tətbiqi proqramları müəyyən edin. Tətbiqi proqramlar bizim istifadəmiz üçün olan proqramlar idi. Deməli, antivirus proqramı da A variantını çıxdım. Deməli, Linux əməliyyat sistemi də çıxdım. Windows əməliyyat sistemi də çıxdım. Burada da proqramlaşdırma alətidir, sistem proqramıdır. Verilənlər bu tətbiqi proqramdır, amma bu işlər pozdu qaldı. Bir dənə D variantı 22-ci sualımızda. Keçdim sonra 23-cü sualımıza. Alqoritm fraqmentin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən et. Gəlin baxaq. Deməli, dövr daxilində B dəyişir, A dəyişir. Yazdım BA. B-nin ilkin qiyməti 196-dır, A-nın ilkin qiyməti 32-dir. Neynir? B böyükdür 84 olduğu müddətcə. Aha, əla. Gedək. B-dən çıxır A-nı. 196-dan çıxır 32, eləyir 164. B-də A da 8 vahid artır, olur 40. Deməli, bu səfər 40-ı çıxacaq, eləyəcək 124, bu olacaq 48. Bu səfər 48-i çıxacaq, neçə eləyəcək? 40-ı çıxanda eləyir 84, 84-dən də 8 çıxdı, 76. Bu da 8 vahid artdı, oldu 56. Nə oldu? Dövrün şərti pozuldu. B artıq 84-dən böyük deyil, dayandı. Digər dövr başlayır bu səfər. A kiçikdir B olduğu müddətcə. A kiçikdir B olduğu müddətcə. A 14 vahid artacaq, B 5 vahid azalacaq. A 14 vahid artır, olur 60, 70. B də 5 vahid artır, olur 71. Düzdür? Yenə ödəyir şərt 1 isə. A 14 vahid artır, olur 84. B 5 vahid azalır, olur 66. Aha. Dövr dayandı. Neynədir? Çıxışa getdi, yoxa getdi. Yenə A plus B-ni, yəni 66, 90 plus 60, 150. Cavabım oldu 150 23-cü sualımızda.
Keçdik 24-cü sualımıza baxaq. Proqramın nəticəsini müəyyən edin. A minus B, yəni 54 minus mənfi 23 olacaq neçə? 77. S oldu 77. A plus B böyüdürmü 20-dən? A plus B olacaq 31. 31 də 20-dən böyüdür. Nə edəcək? A plus B 31 plus S nəsədir? 77. Bu da olacaq 108. S-nin qiyməti olacaq 108. S kiçikdirmi 100-dən? Xeyr, gedəcək LC-yə. S-yə mənimsədəcək 108 plus 54. Bu da neçə olacaq? 162. Cavabım olacaq 162. Neçənci sualımızdır? 24-cü sualımızda. Baxaq 25-ci sualımıza. 128 səhifədən ibarət olan mətn müəyyən sürətlə şəbəkə üzərində 8 saniyəyə ötürüldü. Bu sənədin hər səhifəsində orta hesabla 32 sətir, yəni 2/5 sətir. Hər sətirdə orta hesabla 2/8 simvol olduğu məlumdursa, neçə səhifəsi var idi? 2/7-dən 128 dənə səhifəsi var idi. ASCII ilə kodlaşdırıb hər simvol 1 baytdır. 8 saniyəyə ötürülüb, əla. Bu S-dir. Bizdən sürəti 2 bayt böl saniyə ilə soruşur. Deyək, bu da 2 bayta çevirim. Baytdan 2 bayta keçmək üçün 210-a böləcəm. Bu da 210-a böləndə nə olacaq? Demək 208, 203, 210 qalmış olacaq ümumilikdə. 210 2B. T-dəki verib 8. Deməli S böl T ilə 210 2B bölünsün 8 saniyə olacaq nə? Bu da 2/3-dür. 2/7 2B bölünsün saniyə. Yəni cavabı da 2 bayt ilə ifadə elədik. 2 bayt bölünsün saniyə 2/7 128 saniyə. Cavabım 25-ci sualda olacaq 128. Baxaq 26-cı sualımıza. Alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində çıxışa 40 ədədi verilmişdirsə, n dəyişənin girişə verilə biləcək qiymətlərinin cəmini müəyyən edin. Çıxışa 40 verilibsə, bu olub 40. Əla. 20 idi, 40 olubsa, deməli 5 dəfə üstünə 4 gəlib ki, 20 gəlib ki, 5 dəfə 4 gəlib ki, bu olub 40. Deməli, n-in də üstünə 5 dəfə 6 gəlib. Yəni, dövr 5 dəfə işləyib. N-in də üstünə 5 dəfə 6 gəlib. Nə olub? Dövrün şərti pozulub. Yəni, n kiçik bərabər y olmayıb, olub böyüdür y, yəni böyüdür 40 son qiymət. Deməli, n böyükdür neçədən? 10-dan. İndi buradan ən kiçik qiymətini tapıram 11. Bizdən prosta qiymətlərinin cəmini soruşur. Ona görə ən böyük qiymətdə tapım, o aralıqdakı qiymətləri cəmləyim. Necə eləyəcəm? Dövr 5 dəfə işləməyib, 4 dəfə işlətsəm, n-in üstünə 4 dəfə 6 gələndən sonra hələ də kiçik bərabər olmalıdır ki, y-dən 1 isə işləsin dövr 5-ci dəfə. Y-nin də cari qiyməti nə olmuş olacaq? 4 dəfə 6 gəlibsə, y-nin də üstünə 4 dəfə 4 gəlib. Yəni 20-nin üstünə 4 dəfə 4, 16. Yəni y-nin 4-cü addımda qiyməti 36 olmuş olacaq. Gələcək şərt bir də ödəyəcək. N 6 vahid artıracaq, y-ni də 4 vahid artıracaq, olacaq 40. Bu şərt olmuş olacaq. Deməli, buradan da n kiçik bərabərdir. 6 vur 4, 24, 12-dən. Deməli, ödəyən qiymətləri nədir? 11-dən 12. Ən kiçik 11-dir, ən böyük də 12-dir. 11 ilə 12-nin cəmində 23. Cavabım olacaq 23, 26-cı sualımızda. Uyğunluğu müəyyən edin. Tək ədəd. Deməli, tək əsaslı say sistemidir. Baxıram ki, tək rəqəmlərin sayı 2-dir. Deməli, bu cütdür. Getdi A 2-yə. Tək əsaslı say sistemi, tək rəqəmlərin sayı təkdir. Getdi B-yə. Cüt əsaslı say sistemidir. Sonuncu rəqəmi cütdür. Getdi bura. Cüt əsaslıdır. Getdi təkə. Bu da tək əsaslıdır. 1, 2, getdi Y-yə. Deməli, 1 oldu B-dir, 2 oldu A-S-Y. 27-ci sualımızda. Baxaq 28-ci sualımıza. Girişə verilmiş n natural və x həqiqi ədədi üçün S cəminin çıxışa verən alqoritm blok sistemini qurun. Bu sualda xüsusi qeyd etmək istəyirəm ki, sualın meyarlarında qeyd etmişik ki,
X-in əgər 0 olub olmadığını yoxlamamışsa, bu ümumi güzəştli hallara sayılır və sizin balınız kəsilmir. Amma biz gəlin yoxlayaq. Deməli x və n natural ədədləri görüşə verilir. N və x nəsə yerini dəyişər. S-i götürürəm 0-dan, i-ni götürürəm 1-dən, f-i də götürürəm 1-dən. Birinci yoxlayıram, görüm x 0-dırmı? X bərabərdirsə 0-a, mən bunu hesablaya bilmərəm, axı məxrəc 0 olmuş olur, düzdürmü? Elə çıxışa da gəlin verək ki, məxrəc 0-dır. Məxrəc 0-dır, yazsın, çıxışa verir. Yoxunda deyirəm ki, i kiçik bərabərdir n olduğu müddətcə davam elə. Birinci, gəl faktorialı hesabla həsində. F-ə mənimsət, f vurulsun i. Cari faktorialı hesabla və cari həddi s-in üzərinə əlavə elə. S-ə əlavə elə, s plus nədir? Faktorial bölünsün x. F bölünsün x. Və i-nin qiymətini artıraraq, dövrümə davam edirəm. i plus 1 dedim və dövrümə davam etdim. Nə vaxtsa i kiçik bərabərdir n şərti pozulanda, deməli bütün hədləri cəmlədim, gəldim s-i çıxışa verdim. Və ikisini də aparıb sona bitişdirə bilərik. 28-ci sualımızın həlli oldu bu formada. Gəlin keçək 29-cu sualımıza. Deməli, klaviaturadan daxil edəcək x həqiqi ədədi üçün y bərabərdir bu funksiyanın qiymətini təyin olunmadıqda isə əritmi ifadəsini çapa verən proqram. Bunun üçün gəlin PyCharm açım. Birinci nə girişə verir? X həqiqi ədədi. X bərabərdir float input. Və fikir verməliyik nəyə? Məxrəc var. Məxrəc nə olmalıdır? Fərqlidir 0. Məxrəcdə ilk başlayan kimi onu soruşuram. Məxrəcdə nədir? ABC x minus 100 minus 1 fərqlidir 0 olmalıdır. Əla. Əgər deyilsə, else-sində print array-tımı. Anı böyünə. Fərqlidirsə də funksiyanın qiymətini hesablayacağım. Funksiyanın qiymətində mənə p-yə ehtiyac var. Ona görə gəlirəm, deyirəm import elə məzi. Məzin içindəki p-dən istifadə eləyəcəm. Rahat olsun deyə deyirəm from məz import p. Bu formada p-dən daha rahat istifadə eləyəcəm. Hətta buradan sqrt-ni də istəmişkən kök altlarda buradan istifadə eləyərək işlədim. Nədir indi? X üstü 4 plus. Surətdə nə var? Modulda ABC p plus x bölünsün ABC nədir? X minus 3 minus 1. Sonra kəsr xəttindən kənarda nə var? Kökdə 3, yəni sqrt 3 plus 7. Bu formada hesabladım və print y dedim. Y-in qiymətini də çıxışa verdim. Və oldu 29-cu sualımızın həlli də bu formada. Gəlin keçək indi 30-cu sualımıza baxaq. Klaviaturadan daxil edilmiş natural ədəddən kiçik ən böyük 5-ə bölünən natural ədədi, belə natural ədəd olmadıqda isə -1 çapa verən proqramı Python dilində yazın. Əla. Birinci natural ədədi istəyirəm. Eynə mənimsət int input. Belə natural ədəd olmadıqda -1. Belə natural ədəd nə vaxt olmaya bilər? Əgər girişə verdiyi ədəd n kiçikdirsə 5-dən. 5-dən kiçikdirsə, 5-dən kiçik ədədlər üçün 5 və 5-dən kiçikdirsə, daha doğrusu 5 və 5-dən kiçikdirsə, 5-dən kiçik bərabərdir. Çünki 5 özü girişə verilsə, 5-dən kiçik 5-ə bölünən natural ədəd yoxdur axı. Onda print -1 ifadəsini çıxışa verirəm. Else əks halda 5-dən böyüksə, nə etməliyəm? İndi bir halı burada diqqətinizə çatdırmaq istəyirəm. Girişə 15 veribsə, mən çıxışa verməliyəm 10. Baxmayaraq ki, 15 5-ə bölünəndir. Məndə girişə verilmiş ədəddən kiçiyi istəyir. Yəni, əgər çaşıb xətayən bu formada yazmışsınızsa, n-dən çıxmışsınızsa, n%5-i, bu 2-də 1 balla. Yəni, bu həll 2-də 1 balla qiymətləndiriləcək. Niyə? Burada nə etmiş oldunuz? N-dən n-in 5-ə bölünməsindən alınan qalığı çıxdınız. Məsələn, 667 girişə verilsə, 667-dən 2-ni çıxdınız, elədi 665 çıxışa verəcək. Əla, bu hal üçün düz işlədir. Amma girişə 15 verilsə, 15-dən heç nə çıxmayasınız, elə çıxışa da 15 verəsiniz. Ona görə burada problem yaranacaq.
Problem yaranmasın deyə if ata bilərəm. Deyə bilərəm n faiz 5 bərabər 0. n 5-ə bölünən ədəddirsə, print eləyirəm. N-dən 5 vahid əski. 15-dirsə 10. 25-dirsə 20. 20-dirsə 15. Bu formada. Yox, 5-ə bölünən ədəd deyilsə də elə digər üsuldan bölünməyə mane olan şeyi, yəni n-i 5-ə bölünməsinə alınan qalığı içindən çıxardaram və n 5-ə bölünən ədəd olar, onu çap etmiş olaram. Bunun əvəzinə belə bir şey də eləyə bilərdik. N-dən çıxardıq 1-i və bu formada o haldan qurtulmuş olardıq ki, 5-ə bölünən bir şey olanda da problem yaşamazdıq. Nə olacaqdı? Tutaq ki, 15 idisə 14 formasına gətirib həll eləmiş olacaqdım. Bu iki üsulla da həll edə bilərik. Bugünkü izahımız bura kimi idi. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik.